Qutu konveyerdə saatda 15-20 km sürətlə irəliləyərkən bir termal printer sənin ünvanını çap edir. Amma heç bir mexaniki qol qutuya toxunmur. Maşın ERJ texnologiyası ilə, yəni qəfil hava üfürməsi ilə etiketi qutunun üzərinə atır. Dəqiqlik isə 99,9%-dir. Bağlamalar artıq yola hazırdır. O indi beynəlxalq tranzit zonasına, yəni hava limanına yollanır. Burada o xüsusi alüminium konteynerlara yerləşdirilir. Bura əsl mühəndislik möcüzəsidir. Təyyarənin yük bölməsində hər qramın yeri var. Süni intellekt bağlamaları elə yerləşdirir ki, təyyarənin ağırlıq mərkəzi pozulmasın. Sənin qutun bəlkə də hazırda 11.000 metr yüksəklikdədir. Çöldə -60 dərəcə şaxta var. Amma qutunun içindəki o texnoloji cihaz xüsusi izolyasiya sayəsində qorunur. Sən isə sifarişinin statusunu yoxlayanda sadəcə yoldadır yazısını görürsən. Amma o yazı arxasında bağlaman okeanları aşır. Təqribən 3 fərqli ölkənin hava məkanından keçir və hər ölkənin radar sistemində rəqəmsal iz buraxır və nəhayət bağlaman ölkəyə çatdı.